Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Mehmen Əşriyyatının ədəbiyyat test toplusundan Əhməd Saad mövzusunda olan sualların izahına baxacaq. İzaha keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Qeyd edim ki, növbəti tədris ili üçün buraxılış qruplarımıza artıq qeydiyyat başlayıbdır. Dərslərimizə qoşulmaq üçün gördüyünüz nömrəyə yaza və ya zəng eləyə bilərsiniz. İndi isə keçək suallarımızın izahına. Deməli, birinci sualadır ki, Əhməd Cavadın Azərbaycan bayrağının şeirinin məzmunu ilə bağlı fikirlərdən biri fərqlidir. Baxaq. Bayrağın rəngini Qayı xan soyundan aldığı deyilir. Bəli, doğru fikirdir. Bir variantı Allahın ulduzu o gözəl pəridə yarışan bayrağın qırmızı rənginin üzərində olan 8 güşəli ulduza işarə edilir. Bəli, bu da doğrudur. Şair bayrağın kölgəsi düşən yeri dövlət quşu hesab edir. Səhvdir. Dövlət quşu bayrağın kölgəsini adlandırır. Kölgən dövlət quşu qondu başıma deyir. Bu yanlışdır. Şair Turana gəlirkən bayrağımızla qarşılaşdığını deyir. Doğrudur. Bayraq Elxanın övladı dinin dirəyi adlanır. Bəli, bu da doğrudur. Fərqli olan hansıdır? C variantı. İkinci sual. Azərbaycan şeirinin təhlilində bütün uyğun fikirləri tapın. Baxaq, heca vəznində yazılıbdır. Azərbaycan şeiri ilə bağlı. Bəli, doğrudur. Heca vəznindədir. İkincisi, qafiyə quruluşu A, 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 B, C, 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 B. Doğrudur, bu formada qafiyə quruluşu elədir ki, var. Daha sonra bədii məzmunu ilə bağlı əsərə görə ölkəmizdən yer üzündə yatayı yoxdur. Bəli, doğrudur. Şeirdə bu fikir səsləndirilir. Doğrudur. Tərənnüm üzərində qurulmayıb. Təbii ki, səhvdir. Azərbaycanın gözəlliyi tərənnüm olunur. Səhvdir bu da. 1, 2, 3 olmalıdır cavabımız C variantı. Üçüncü sualda Sara obrazına əsasən uyğunlaşdırın səsli qız əsərindəki Sara obrazının əməli və xarakteri. Deməli, A variantı cəsurdur. Təbii ki, bunun nə idi? Xarakterdir. A variantını yazdıq 2-yə. B variantı şaha qarşı atacağı addımda tərəddüd edir. Şaha qarşı atacağı addımda tərəddüd edir. Tərəddüd edirmi? Xeyr, tərəddüd etmir. Onu şaha öldürməli idik, amma bunda tərəddüd eləmir. Ona görə B variantını silirəm siyahıdan. Bu onun əməlidir. Silək bunu. Tədbirlidir. Xarakterinə aiddir bunun. Tədbirlidir. Onu öldürmək üçün özünə zəhər götürübdür, gedir, öldürür, aradan çıxır. Demək olar, bunu mahnı oxuyur, bu da onun əməlidir. D variantını 1-ə yazaq. 1-ə D, 2-ə A, C olmalıdır. Yəni, cavabımız olmalıdır A variantı. Daha sonra 4-cü sualda Əhməd Cavadın Azərbaycan bayrağına şeirinin forma xüsusiyyətləri ilə bağlı doğru fikirləri müəyyən edin. Eləyək. Deməli, baxırıq ki, birinci sualda deyir ki, birinci fikirdə deyir ki, şeirdə həm bayrağın üç rəng olmasına, həm də üzərində ay və ulduzun olmasına işarə edilir. Bu səhvdir, çünki bayrağın üç rəngindən söhbət getmir. Mövzusu üç rəngli bayrağın tərənnümüdür. Bu bir qalsın, buna axırda bir fikir bildirəcəm. Üçüncüsü, bütün bəndlərdə misra daxili bölgü 6-5 şəklindədir. Bəli, misra daxili bölgü bu formadadır. Doğrudur. Dördüncüsü, nəzmin əsərdən fərqləndirən əlamətlərdən biri olan rədifdən istifadə olunmuşdur. Bəli, bayrağım sözü rədifdir. 5. Şeirin qafiyə quruluşu A, B, C, B, D, 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 B və s. kimidir. Bəli, bu da doğrudur. Deməli, çox güman ki, cavab 3, 4, 5 E variantı götürülər. Burada ikinci fikirdə belə bir şey görürük ki, mövzusu üç rəngli bayrağın tərənnümüdür. Əslində, bunu müəyyən qədər yox, doğru kimi düşünmək olar. Sadəcə, əsərdə bayrağın üç rəngindən söhbət getmir. Yəni, adı çəkilmir deyə üç rəngindən. Çox güman ki, ona görə bunu səhv götürüblər. Amma yaxud da ki, məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin dövründə Azərbaycan bayrağı dəif, əvvəl qırmızı olubdu, sonradan üç rəngli bayrağa çevrilib də, üç rəngli bayrağa çevrilibdir. Amma əsər 1919-cu ildə yazıldığı üçün, 1919-cu ildə yazıldığı üçün və Azərbaycan üç rəngli bayrağı da 1918-ci ildə qəbul olunduğu üçün çox güman ki, burada doğrudan da üç rəngli bayrağın tərənnümüdür əsas məsələ. Sadəcə əsərdə üç rəngdən danışılmır deyə bunu səhv götürüblər böyük ehtimal. Tabii verilən fikirdə isə yəni üç rəngli bayrağın tərənnümün olduğunu çatdırılır da. Ona görə bu biraz necə deyək, tam dolğun fikir kimi deyil. Dediyim kimi, burada sadəcə əsərdə üç rəngdən danışılmadığı üçün çox güman ki, ikinci fikir səhv götürülübdür. Amma cavabımız 3, 4, 5 olar. 5-ci sualda Euler Venn diaqramının əsasındakı uyğun fikirləri seçin. Səsli qız əsərində məğlub şah və qalib şah.
Deməli, baxaq. Allahlıq iddiası edilmiş, bəli, məğlub şah allahlıq iddiası edirdi. Müsbət obraz deyil, ikisi də bəli doğrudur. Sonda cəzası ölüm olur, qalib şah bəli ölür. Bu da doğrudur. 1, 2, 3 hamısı cavab olmalıdır. E variantı. 6-cı sualda Qay xan soyundan aldığın rəngi qucamış Elxanla Müsəlman bəki. Elxanın övladı dinindir, əgər gətirdin könlümə səfa bayrağım. Deyir ki, Azərbaycan bayrağı əsərindən verilən bəndlə bağlı doğru fikri müəyyən eləyin. Eləyək. Müstəqilliyin itirilməsindən sonra bayrağın həsrəti ilə yazılan əsərdən bir parçadır. Təbii ki, səhvdir. Müstəqillik dövründə yazılmışdı bu əsər. İlk misrada türk soyunun adı çəkilib, Qayıxan soyundan aldığın rəngi bəli doğru fikirdir. Bizdən doğrunu istədiyi üçün cavabımız elə olmalıdır. B variantı. 7-ci sualda Səsli qız poemasında verilən nümunələrdəki bədii təsvir vasitəsi hansı variantda düzgün göstərilməmişdir? Yəni, burada səhv sözün yazaq. Səhvi istəyir bizdən. 6 aydan çox sürən qanlı bir mühasirə, epitet, qanlı mühasirə doğrudur. Cənnət kimi bir ölkə təşbih. Cənnət kimi ölkə bəli var. Çıxdı günəş üzü ilə, çıxdı güləş üzü ilə o bəxtəvər günəş də. Bəxtəvər günəş, epitet doğrudur. Şahım bu gün ağır daş asılmışdı boynundan. Bunu epitet kimi veribdir. Amma bu qüsurdur, bu səhvdir. Bu metonimiyada əslində. Metonimiya. Burada şahın bu gün ağırdaş, burada ağırdaş ümumilikdə, bütövlükdə bir dərd, problem mənasındadır. Ona görə bu metonimiya adlı hesab olunar. Bunu səhv hesab eləyirəm. E variantı torpaq şaxa qalxdı, toz da canlandı, torpaq şaxa qalxdı. Təbii ki, bu da metafordur, bu doğrudur. Cavab elə D variantı götürürlər. Daha sonra 8-ci sualda Azərbaycan bayrağına şeiri ilə bağlı verilən fikirlərdən biri yanlışdır. 10 aprel 1919-cu il Bakı şəhərində parlament binasının üzərində dalğalanmış üçrəngli milli bayrağımız vətənpərvər şairi riqqətə gətirmiş və bu gözəl sənət əsəri yaranmışdır. Bəli, doğrudur. Bayaq vurğuladığım məsələ də məhz bu idi. Doğrudur. Daha sonra B variantında şeirdə el sənətkarının ürək çırpıntıları duyulur. Təbii ki, bayrağı görür və ondan sonra həqiqətən bayraqdan duyduğu qürur şeiri yazmağa onu vadar eləyir. Doğrudan da bunu ürək çırpıntıları duyulur kimi düşünmək doğru olar. Səhv deyil yəni bu. Daha sonra C variantı şair bayrağımızın simvolikasını izah edir. Şair bayrağımızın simvolikasını izah edir. Bayrağın rənglərini izah eləyir desə səhvdir. Amma bayrağımızın simvolikasını deyəndə hardasa olar. Mən Qayxan soyundan aldığın rəngi, daha sonra onun üzərində olan ulduzlar, müsəlman Allahın ulduzu falan adlandırır. Bunu hardasa düşünmək olar. Hardasa düşünmək olar bunda. Şair bu şeirə görə ona verilən mükafatı əskərlərimizə bağışlayır. Əhməd Cavadın əskərlərimizə öz mükafatını bağışlamazlığı var, amma səhv etmirəmsə bu Ey Əskər şeirinə görə olmalıdır. Ey Əskər şeirinə görə aldığı mükafatı əskərlərimizə bağışlayıb. Xatırladığıma görə, ona görə bu səhv olacaq çox güman ki, variantı türklərin birliyindən bəhs olunur, Azərbaycan bayrağına da türklərin birliyindən danışılır, bəli, doğrudur. 9-cu sualda Azərbaycan şeirində öz əksini tapmışdır. Azərbaycan şeiri Azərbaycanın təbiətinin gözəlliyinin tərənnüm olunduğu bir əsərdir. Deməli, birincisi ölkənin düşməninin çox olması, bəli, düşmənin çoxdur deyir. Düşmən çoxdur, biri götürürük. Ölkəmizin zəngin təbii sərvətləri var, bəli, deyir bunu da. Hər şeyin var, nəyin yoxdur, deyir də. Azərbaycan təbiətinin gözəllikləri bəli çatdırılır əsərdə, doğrudur. Liej qəhrəman əsgərlərimiz haqqında düşüncələri bu əsərdə yoxdur. Cənubi və Şimali Azərbaycanın birlik ideyası bu əsərdə yoxdur. 1, 2, 3 olmalıdır, cavabımız olmalıdır. B variantı. Onun sualda gedərkən Turana, çıxdın qarşıma, kölgən dövlət quşu qondu başıma, izin ver gözümdə coşan yaşıma. İnlətsin dərdini, aha bayrağım. Verilən bəndlə bağlı hansı fikir doğrudur? Aha, baxaq, şair Turana getməklə yanlış etdiyini deyir. Təbii ki, səhvdir bu. Belə bir fikir səsləndirilmir. Daha sonra B variantı, bayrağın kölgəsi dövlət quşuna bənzədilir. Bəli, kölgən dövlət quşu, bəli, doğrudur. Cavab olmalıdır B variantı. 11-ci sualda Əhməd Cavadın
Dalğa kitabında qoşma kitabından fərqli olaraq. Baxaq fikirlərə. Əhməd Cavad Kədəri güclüdür Dalğa şeirlər kitabında deyil. Dalğa şeirlər kitabı 1919-cu ildə müstəqillik dövründə çap olunduğu üçün Əhməd Cavad Kədəri güclüdür deyə bilmirik o əsər haqqı, o kitab haqqında. 1918-23-cü illər arası yazılan şeirlər var. Səhvdir təbii ki. Niyə? Çünki 1919-cu ildə bu əsər kitab yazı çap olundu. Əsərlərin əksəriyyəti müstəqil ölkənin tərənnümünə həsr olunubdur. Bəli, təbii ki. Bu hətta himnimizin sözləri də məhz bu dövrdə qələmə alınıbdır. Doğru cavabımız olmalıdır. C variantı. Daha sonra 12-ci sualda Azərbaycanın və Azərbaycana bayrağına şeirlərini müqayisə eləyirik. Birincisi, deməli, üçrəngli bayrağımızdan doğan qürur hissi əksini tapıbdır. Azərbaycan şeiri ilə bağlı bu fikir səhvdir tamamən. Qafiyə quruluşu A, B, C, D kimi qafiyələnir. Bunu aid edibdir Azərbaycan şeirinə. Fikirdir, çünki hamısının sonu əslində B olmalıdır. Bu fikir verirsə, burada D yazıbdır. Bu səhvdir. Hamısının sonu Azərbaycan sözləri ilə təkrarlanmasını bitir. Ona görə ikincisi səhvdir. 3. Tərənnüm əsasında yazılıbdır. Bunu aid eləyibdir. Ortaq fikir kimi düşünmək olar bunu. Doğrudur. Sonra 11 hecalı şeirdir. Bu da doğrudur, ortaqdır. Təbiət gözəllikləri təsvir edilibdir. Təbiət gözəllikləri təsvir edilibdir. Azərbaycan bayrağına da yox, bu Azərbaycana şeirinə aiddir. Sonra Xəzər dənizinin əvvəlki adına rast gəlinir. Xəzər dənizinin əvvəlki adı Quzğun dəniz adına rast gəlinirmi? Bəli, gəlinir. 3, 4, 6 deyə bir variant yoxdur. 4, 5, 6 var. 2, 3, 4, 6 var. 3, 6 var. Burada nə götürüblər görən cavabı? Bircə dəqiqə. Üçüncüsü nədir? Tərənnüm əsası, Venn diaqramındakı uyğun fikirləri istəyir bizdən. Hər iki əsər tərənnüm əsasında yazılıb. Məzmun filan yazmayıb bura. Yox, yazmayıbdır. Hər iki əsər tərənnüm əsasında yazılıbmı? Bəli, yazılıbdır. Hər iki əsər 11 hecalı şeirdirmi? Bəli, şeir. 11 hecalı. 11 hecalıdır. Sonra təbiət gözəllikləri təsvir edilibdir. Bunu aid eləyibdir Azərbaycan bayrağına, əsərinə. Bu səhvdir. Bu aiddir Azərbaycan şeirinə. Xəzər dənizinin əvvəlki adına Quzğun dənizi Azərbaycan bayrağına rast göndərir. Yəni, əsər üstündə cavab olmalı əslində 3, 4, 6. Belə bir variant da yoxdur. Cavab 3, 4, 6 olmalıdır. 13-cü sualda müəllim şagirdlərə tapşırır ki, sarı obrazı haqda düzgün fikirləri qruplaşdırsınlar. Hansı fikirləri seçən şagird səhvə yol verməz. Qısası sarı haqqında doğru fikirləri istəyir. Seçək. Deməli, nişanlısının istəyi ilə onun intiqamını alır, səhvdir. Nişanlısını heç görməmişdi öləndə. Onu Qalib Şaha öz həmyerliləri, bəli, ölkəmizin ulduzu deyə təqdim eləyirlər. Şahı öldürmək üçün içkisinə zəhər qatır, bəli, qatır. Oxuduğu Bağlar mahnısı xoş əhval-ruhiyyədə idi, səhvdir. Xalqın kirini əks etdirirdi həmin Bağlar şeiri. 5-incisi Saranı Qalib Şaha ölkəmizin ulduzu kimi təqdim edirlər, bəli, edirlər. Cavab D variantı. 14-cü sualda müəllifin obrazlara münasibəti ilə bağlı cədvəldəki uyğunsuzluq müəyyən edin. Səsli qız əsəri Saraya münasibəti və Qalib Şaha münasibəti. Deməli, birincisi vətənpərvər obraz kimi təqdim edir. Doğrudur, bizdən uyğunsuzluğu istəyir. Onun dilindən verilən mahnı ilə doğma vətənə məhəbbəti ifadə edir. Vətənə məhəbbət və düşmənə qarşı nifrəti. Doğrudur. Məğlub şaha qarşı rəğbətini yox. Məğlub şaha rəğbəti yox idi, səhvdir. Qalib şaha qarşı münasibəti qaniçan qəddar haqsızlıq edən obraz kimi təqdim edilir. Doğrudur. Onu təvazökar biri kimi təsvir edir. Qətiyyən yanlışdır. İşi götürürük. Obrazı ürək təmizliyinə görə məğlub şahdan fərqləndirir. Təbii ki, bu da səhvdir. Altında götürməliyik, cavabımız olmalıdır. 3, 5, 6, yəni C variantı. 15-ci sualda deyir ki, səsli qız əsərinə əsasən nələri müəyyən etmək olar? Baxaq. Deməli, birincisi, yüksək təbəqə nümayəndələrinin Qalib Şahı necə qarşıladıqlarını bəli görürük. Biz burada təmtəraqla qarşılayırlar. Doğrudur. Ölkə azad olduqdan sonra məğlub şahın taleyini
ölkə azad olduqdan sonra məğlub şahın taleyi heç ümumiyyətlə bilmirəm. Məğlub şahın taleyi artıq bağışlanır qalib şah tərəfindən. Ondan sonra xalqın içərisinə qarışır. Sonra hardadır, necədir bilinmir. Ona görə ikincisi səhvdir. Mühasirənin ardından edilən hücumla xalqa necə zülm edilməsi, bəli biz bunu görürük. Xalqa əziyyət verirlər, hətta yas tutmağa belə icazə vermirlər. Doğrudur. 4. Qalib şahın taleyini, qalib şah öldürülür, müəyyən edə bilərik. 5-ci Saranın nişanlısının taleyi, o da öldürülür. Cavab olmalıdır 1, 3, 4, 5, yəni A variantı. Hələlik bu qədər. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun.